Kasıbın olanından varla yox arasında bir münasibətiniz var. Bax, burada konkret münasibətdən əlaqədar gedir. Hal-hazırda stabil bir münasibətiniz var. Sadəcə bu münasibətin gələcəyindən narahatsan. Yəni, burada ayrılmışlarla əlaqədar deyil ki, ayrılmışsınız. Yox, o deyil. Soyuqluq deyil. Sadəcə normal bir münasibətiniz var. Sadəcə səni narahat edən odur ki, bu münasibətin gələcəyi nə olacaq? Onunla davam etməyə dəyərmi? Gəl buna baxaq. Hazırda münasibətinizin ümumi enerjisinə baxaq. Hansı enerjidədir münasibətiniz? Onun sənə qarşı mövqeyi nədir bu münasibətdə? Sənin ona qarşı mövqeyin nədir bu münasibətdə? Və sizi birləşdirən nədir? Yəni, hansı hisslərdir, hansı duyğulardır, hansı enerjidir? Münasibətinizin enerjisinə baxaq. Münasibətiniz stabil bir enerjidədir. Ola bilsin ki, burada evlilik deyil, evlilik görmürəm də, evli deyilsiniz. Evlilər baxmasın, evlilik deyil. Sadəcə olaraq bu münasibətdə evlilik faktoru var. O insanın ola bilsin ki, ailəsi var və yaxud da ki, burada çünki bu insanın ikili bir həyat yaşadığını görürəm. Amma bu insan sənə qarşı stabil davranır. Stabil bir münasibətdir. Bu insanın başqa ailəsi olsa belə, hər nədirsə, yəni münasibətiniz hazırda stabildir. Onun bu münasibətdə sənə qarşı mövqeyi nədir? O bu münasibətdə daima səndən qorxur. Nədən qorxur? Səni itirməkdən, sənin ona sevginin bitməyindən, sənin onu tərk etməyindən, sənin ondan ayrılmağından qorxur. Bu insan biraz daha çox həssas insandır, emosional insandır və tez-tez məsələn mübahisələriniz çıxan kimi hər zaman qorxur ki, birdən bu münasibət bitə bilər, birdən o məni atar, birdən münasibətimizdə başqasını tapar, ayrılar, birdən hər nəsə olar. Yəni, daimi mövqedə olan budur. Qorxu mövqesindədir. Belə deyim, itirməyə qorxusu var. Sənin ona mövqeyin nədir? Sən stabilsən, yəni. Sənin prosto özünün tələbatların var. Bəzən tələbatlarını eləyirsən, səhv eləyir, idarə eləyirsən, yerinə otuzdurursan. Burada bu münasibəti dominant tərəf sənsən, yəni. Güclü tərəf sənsən bu münasibətdə. Demək ki, itirmək qorxusu olmayan tərəf sənsən. Bu münasibətdə daha dəyərli olan tərəf sənsən. Hər zaman zaten münasibətlərdə elə bil ki, 100% sevgi paylanılıbdırsa iki nəfər arasında. O 100%, hər iki nəfər 100% sevə bilməz. 100% sevgidir. O adam 50 sevirsə, sən 50 sevəcəksən. Elə bir şey çox az olur. Bəzən, məsələn, sən 80 sevirsən, o 20 sevir. Belə bir şeydir. Burada o 90 sevir, sən 10 sevirsən. Yəni, sevirəm, okey, stabiləm, sadiqəm. Amma gələcək vəd eləməlidir bu münasibət mənə. Sən stabillik tələb eləyirsən. Düzdür, bu insana qarşı mövqin budur. Stabil mövqidəsən. Sadəcə elə bir şey yaratmısan ki, təsir yaratmısan ki, yəni sən olmasan da yaşaya bilərəm, sən olmasan da mən ayaq üstə dura bilərəm kimi bir mövqe yaratmısan. Azad, olğun, öz ayağının üstündə dura bilən bir insan mövqesi yaratmısan və bu insandan da tələb eləyirsən ki, həyatımda varsansa, yəni olmalısan. Yəni bu münasibətə mənə layiq olmalısan. Belə bir şey yaratmısan bunda. Sizi bəs birləşdirən hansı enerjidir? Sizi birləşdirən enerji burada elə bir birlikdəlik, sizi birləşdirən sadəcə stabillikdir. Məsələn, sənin ola bilsin ki, elə bir qarışıq münasibətlərin olub ki, həyatında, elə bir sıxıntı münasibətlərin olub ki, həyatında, bu insan bəlkə də sənin gözləntilərini bir insandan, bir münasibətdən %100 doğrultmasa da, hal-hazırda deyirsən ki, hal-hazırda mənə stabil münasibət lazımdır və bu da var. Amma gələcəyin nə olacaq, nə olmayacaq bilmirsən. Yəni, fikirlərin qarşılıqdır. Bir də gördün, beynin çöndü, ayrıldın, uzaqlaşdın. Bir də gördün, məsələn, burada sənin tək olduğun, subay olduğunu görünür, onun evli olduğu görünür. Bir də gördün, daha bir uğurlu bir potensial çıxdı. Çünki bu münasibətin gələcəyində sən bilirsən ki, sənə heç bir gələcək vəd etmir. Daha uğurlu bir insan çıxdı, hər an tərk edə biləcək bir mövqedəsən, yəni. Sizi birləşdirən elə bir şey yoxdur. Sizi birləşdirən sadəcə hal-hazırda sənin onunla stabillik gördüyün bir enerjidir. Belə deyim və bu enerjində hər zaman sən bitirə bilərsən. Gəl baxaq ümumiyyətlə. Onun sənə qarşı istəyi varmı? Gələcəyinizi necə görür? Birlikdə olmağınız üçün çalışacaqmı? Mübarizə aparacaqmı? Onun sənə qarşı istəyi varmı? Gələcəyini necə düşünür bu münasibətin? Necə planlayır və gələcəkdə birlikdə olmağınız üçün mübarizə aparacaqmı bu insan? İstəyi varmı? İstəyi maksimumdur, həqiqətən. Həm duyğusal cəhətdən, həm sevgi cəhətdən bu adamın sənə istəyi, sevgisi var və sənin də ona olan istəyini görür, bilir, yəni. Bilirsən necə bir insansan. Sadəcə yenə də bilir ki, bu insan həmişə bilir ki, onun başqa seçimləri var və hər zaman başqa bir insanı seçə bilər. Bundan qorxusu var. Özünü sənin yanında yetərsiz görür. Bu münasibətdə özünü yetərsiz görür. Ola bilsin ya maddi cəhətdən, ya mənəvi cəhətdən, hər cəhətdən, hər nə cürdürsə, sənin gözləntilərini doğrultmadığını görür və qorxusu var. Amma istəyi var.
Bunu yalan deyə bilmərik. İgidi öldür deyir, amma haqqını yemə. Okey. Gələcəyini necə görür münasibətinizin? Qorxu içindədir gələcəyini. İstəyir görsün gələcəyini, istəyir sənin hər bir tələbatlarını ödəsin, yəni sənin gözləntilərini doğrultsun, münasibətiniz stabil olsun, nə bilim, qocalanda birlikdə qocalasınız və s. belə bir şey görür. Və hətta aranızda tutaq ki, o evlidirsə də düşünür ki, bir zaman məsələn bu münasibət nə cürsə bitə bilər, evliliyim tutaq ki, onunla birləşdirə bilərəm həyatımı və s. Yəni hər nədirsə, amma qismətə bağlıdır da. Yəni əgər fikirləşirsənsə ki, bu ayrılacaq, mən alacaq, elə bir şey yoxdur, elə bir şey düşünmür. Sadəcə olaraq qismətə bağlıdır. Hər nə olur olsun, o insan mənim həyatımda olmalıdır. Bunu düşünür. Mübarizə aparacaqmı birlikdə olmağınız üçün? Onun mübarizə aparacaq şansı yoxdur, acizdir, zəifdir və həmçinin sən əgər çomağı qaldırmısansa ki, bu qılıncıva qaldırmısansa ki, bu münasibəti kəsib atacaqsan, o neyə bilər? Heç nə, sadəcə oturub kənarda ağlaya bilər. Yəni mübarizə aparacaq bir potensial yoxdur. Sadəcə olaraq sənə mənəvi cəhətdən, duyğusal cəhətdən varlığını göstərə bilər və s. Amma sənə nasıldır? Sən burada yəni mən dəli doluyam. Belə bir enerjidəsən sən. Ümumiyyətlə, bu insanla münasibətini davam etsən, sənin üçün xeyirlidirmi? Bu insanla münasibətini davam etdirsən, sənin üçün xeyirlidirmi? Bu insanla münasibətini davam etdirsən, sənin üçün xeyirli ola bilər, amma sən beyninin içində bir tərəflərdə orada bir qapı açmısan. Tunelin ucundakı işıqdır, səndə tunelin ucunda qapıdır ki, qoy görüm nə qədər apara biləcəm bu münasibəti, yəni qoy görüm. Çünki sənin üçün stabillik önəmlidir. Gələcəyinin sığortası sənin üçün önəmlidir və bu insanın sənə hansısa bir gələcək verməyəcəyini bilirsən və axır əvvəl bu münasibəti, belə deyim də, indi elə bir enerjidəsən ki, belə deyim də, yorulduğun bir vaxta gəlib həyatına demisən ki, hər nədirsə, yəni stabildir, münasibətim davam edirsən. Amma bir gün yenə istəyəcəksən öz xəyallarının arxasınca getmək və bu insanı tərk eləyə bilərsən. Məsələ budur. O tərk eləmək istəməz, amma sənin bu insanı başqa bir insana seçməyini görürəm. Daha stabil, daha uyğun, hətta bu insandan ayrılıb stabil bir münasibət, burada bəziləriniz ümumiyyətlə evlilik belə görürəm, yəni. Daha uyğun bir variant çıxa bilər və yaxud da ki, elə bir an ola bilər, aranızda elə bir soyuqluq baş verə bilər, həmin zaman qarşınızda sənə daha uğurlu bir gələcək vəd edəcək bir insan olanda sən bunu tərk eləyib başqa birinə gedəcəksən. Axırı yoxdur bu münasibətin, onu sənə deyim. Bu qədər. Aldım, qəbul elədim, yaz, ətraflı baxım üçünsə profildəki nömrə ilə əlaqə saxla.